2026-cı ilə qız bürcləri üçün proqnoz. Əziz qızlar, bu ilin əvvəlində Neptun və Saturn bürclərini dəyişib keçirlər sizin 8-ci evinizə. 26 yanvar Neptun, 14 fevral Saturn. İkisi də sizin 8-ci evinizə keçir. Bu nə deməkdir? Bu deməkdir ki, bu il sizin üçün maliyyə məsələləri çox önəmli olacaq. Yəni 8-ci ev bizim öz qazandığımız pullar deyil. Bu bizim həyatımıza gələn, lakin bizim özümüzün qazanmadığımız pullardır. Məsələn, kredit, borclar, vərəsəlik, həyat yoldaşının dəstəyi, valideynlərin dəstəyi və s. Bütün bunlar 8-ci evə aiddir. Və bu il belə mənbələrdən sizin həyatınıza pullar gələ bilər. Amma məsələ ondadır ki, Saturn borc mövzusunu qətiyyən sevmir. Və sizin 8-ci evinizə düşərkən əksinə sizə kredit götürmək imkanını verməyəcək. Yaxşı olar ki, siz bu il əgər hansısa bir kreditləriniz varsa, o kreditləri bağlayasınız mümkün qədər tez və yeni kreditlər götürməyəsiniz. Həm də yaxşı olar ki, siz əgər kiməsə borclusunuzsa, o borclarınızı da qaytarasınız və yenisini götürməyəsiniz. Çalışın bu il ərzində ayağınızı yorğanınıza görə uzadın. Nə qazanmısınızsa, onu da yeyin. Neptun isə sizə bu halda digər insanlardan təmənnasız dəstək verə bilər. Yəni, ola bilsin ki, kimsə təmənnasız sizə maddi dəstək göstərsin. Həmçinin Neptun 8-ci evdə olaraq bizdə hansısa ezoterika mövzularına da maraq doğurur. Ona görə düzdür, qızlar belə şeylərə adətən skeptik yanaşırlar, amma ola bilsin ki, bu il sizin astrologiya, numerologiya və digər ezoterika növlərinə marağınız bir qədər artsın. 17 fevral tarixində Günəş tutulması, 3 mart tarixində isə Ay tutulması baş verəcək. Bu nə deməkdir? Bu tarixlər arasında tutulma dəhlizi olur və bu tutulma dəhlizi bizə müəyyən karmik dərslər verir. Əgər siz bu vaxta kimi həyatınızı düzgün yaşamısınızsa, onda həyatdan hansısa bir hədiyyələr ala bilərsiniz. Əgər hansısa pis hərəkətlər görmüsünüzsə, onda hansısa zərbələr ala bilərsiniz. Sizin üçün bu dərslər 6-cı və 1-ci evlər sahəsində olacaq. Yəni, iş mövzusu və ya sizin özünüz, öz şəxsiyyətiniz. Məsələn, düzgün həyat sürən qızlar bu period ərzində yeni iş təklifi ala bilərlər, maaşları arta bilər və ya işdə vəzifələri arta bilər. Əksinə, əgər siz hansısa səhvlərə yol vermisinizsə, Allah eləməsin, işdən çıxarıla da bilərsiniz və ya işdə hansısa bir problemlər yaşaya bilərsiniz. 26 fevral tarixindən tam martın ortasına kimi, 14-ünə kimi retro Merkuri, ilin birinci retro Merkurisi də sizin 7-ci evinizdə. Və bu period ərzində sizin həyatınıza keçmiş sevgililəriniz və ya keçmiş həyat yoldaşlarınız geri dönə bilərlər, hansısa mesaj yaza bilərlər, hansısa təkliflər edə bilərlər. Razılaşasınız və ya razılaşmayasınız, bu artıq sizin qərarınızdır. Amma hansısa belə bir təkliflər olacaq. Adətən Merkuri bizim keçmiş sevgililərimizi qaytarmır. Çox vaxt insanlar düşünürlər ki, hə, bu da keçmiş sevgililərlə bağlıdır. Yox, bax, retro Venera qaytarır, amma retro Merkuri yox. Lakin retro Merkuri bizim 5-ci və 7-ci evlərimizdən keçirsə, onda sevgililər də geri dönə bilər. 26 aprel tarixində Uran retro hərəkətdən çıxır, düz hərəkətə keçir sizin 10-cu evinizdə və 7 il sizin 10-cu evinizdə qalacaq. Amma bunun daha güclü təsirini biz məhz 1-ci ildə hiss edirik. Və bu il ərzində ola bilsin ki, siz gözlənilmədən iş yerinizi də dəyişə bilərsiniz. Tamamilə qəfil şəkildə iş yerinizi dəyişə bilərsiniz. Yeni iş təklifi ala bilərsiniz. İşdə hansısa bir yüksəliş əldə edə bilərsiniz, yeni vəzifə. Və tamamilə iş sahənizi də dəyişə bilərsiniz. Adətən qız bürcündən olan insanlar bir o qədər də dəyişikliyi sevən insanlar olmurlar. Amma ola bilsin ki, məhz Uranın təsiri altında iş mövzusunda siz hansısa bir ciddi, gözlənilməz və qəfil dəyişikliklər yaşayın. Yupiter, uğur və şans planeti iyunun 10-na kimi sizin 11-ci evinizdədir. İyunun 10-undan sonra keçəcək sizin 12-ci evinizə. Bu nə deməkdir? Bu deməkdir ki, iyunun 10-una kimi sizin ən böyük şansınız böyük kütlə insanlarla bağlı ola bilər olsun, dostlarla, tanışlarla və
gələcəyə planlarla. Gələcəyə plan qurmaq üçün hal-hazırda çox gözəl bir perioddur sizin üçün. Ona görə qurun, planlaşdırın. Planlaşdırmağı siz gözəl bacarırsınız. İyunun 10-undan sonra isə ola bilsin ki, siz bir qədər özünüzə qapana da bilərsiniz, amma ola bilsin ki, məsələn, hamıdan uzaqlaşmaq istəyəsiniz və bunun üçün xarici ölkəyə köçəsiniz. Bəzi qızlar məhz belə edəcək. Ümumiyyətlə emiqrasiya da edə bilərsiniz və ya təhsil üçün harasa köçə bilərsiniz və ya iş üçün harasa köçə bilərsiniz. Ola bilsin ki, Uranın təsiri altında yeni bir iş təklifi alıb xaricə köçəsiniz. 29 iyun tarixindən 23 iyul tarixinə kimi ikinci retro Merkuri bizim həyatımıza təşrif buyurur və sizin 11-ci evinizdə baş tutacaq. Bu deməkdir ki, məsələn, dostlarla hansısa anlaşılmazlıqlar ola bilər olsun və ya böyük kütlə insanlarla anlaşılmazlıqlar ola bilər. Kimsə sizi düzgün başa düşməyə bilər, kiməsə mesaj yaza bilərsiniz, o bunu başqa cür anlaya bilər, hansısa bir səhvə yol verə bilərsiniz. Diqqətli olun, bəlkə dostlarla yazışarkən bir dosta göndərdiyiniz mesajı çaşıb o biri dostunuza göndərə bilərsiniz. Belə şeylərdə diqqətli olun. 27 iyulda karmik düyünlər bürclərini dəyişir. Və sizin indiyə kimi 1-ci, 7-ci evlərinizdə idi. Bir qədər bu karma yükünü siz hiss edirdiniz. Lakin indi keçir sizin 12-ci, 6-cı evlərinizə. Bu nə deməkdir? Bu o deməkdir ki, siz bu dövr ərzində mənəviyyat və maddiyyat arasında balansı saxlamağı öyrənin. Давайте сначала. 27 iyul tarixində karmik düyünlər öz bürclərini dəyişir və indiyə kimi əgər onlar sizin 1-ci və 7-ci evlərinizdə idisə və mən və mənim partnyorum mövzusuna toxunurdusa, sizin üçün, yəni iyulun 27-sinə kimi mən və biz anlayışları arasında balans saxlamağı öyrənmək önəmlidir. Yəni münasibətlərdə mən deməkdən də çəkinmək, amma həddindən artıq hər şeyi partnyora görə də qurban verməmək və balans saxlamaq sizin üçün önəmli idi. 27 iyuldan sonra isə bu karmik düyünlər sizin 6-cı və 12-ci evlərinizə keçir. Bu nə deməkdir? Bu deməkdir ki, növbəti il yarım ərzində, yəni 26-cı ilin sonuna kimi və bütün 27-ci il ərzində siz mənəviyyat və maddiyyat arasında balans saxlamağı öyrənməlisiniz. Qız bürcləri adətən daha çox maddiyyata bağlı olurlar, amma burada məhz mənəviyyata doğru da getmək lazımdır və bunların hər ikisini balansda saxlamağı öyrənmək lazımdır. Əgər balans pozularsa, müəyyən karmik cəzalarda yaşaya bilərsiniz. Avqust ayında biz yenidən tutulmalar yaşayacağıq. 12 avqust günəş tutulması, 28 avqust ay tutulması və bu tutulmalar sizin 12-ci və 7-ci evlərinizə toxunacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, yenə də siz əgər həyatınızı düzgün yaşamısınızsa, inşallah nəsə bir evlilik təklifi də ala bilərsiniz və ya ola bilsin ki, nəsə gözəl bir biznes partnyorluğu təklifi ala bilərsiniz. Lakin əgər hansısa səhvlərə yol vermisinizsə, bu period ərzində həyat sizi məhz münasibətlərlə sınağa çəkə bilər. Kimsə ayrıla bilər, kimsə sevgisini itirə bilər, kimsə biznes partnyorunu itirə bilər. 14 sentyabr Lilit. Bu da çox maraqlı bir karmik göstəricidir səmada. Bürcünü dəyişir. Lilit sentyabrın 14-nə kimi sizin 4-cü evinizdən keçir, sentyabrın 14-dən sonra keçir sizin 5-ci evinizə. Və sentyabr ayına kimi Lilit sizi daşınmaz əmlak, ev, ailə mövzularında sınağa çəkəcək. Ola bilsin ki, məsələn, ev satmaq və ya ev almaq arzusu yaransın sizdə. Bu hallarda çox düşünün, ölçüb biçin. Tam belə spontan qərar çalışın, verməyin. Sentyabrın 14-dən sonra isə sevgi mövzularında sınağa çəkilə bilərsiniz və ola bilsin ki, məsələn, kimsə sevgilisinə xəyanət etmək istəsin və bu halda yaxşı olar ki, yenə də 1000 dəfə düşünəsiniz. Çünki Lilit bizə nəsə bir şey verirsə, mütləq əvəzində nəsə başqa bir şey əlimizdən alır. Və bu ilin son astroloji hadisələri də 3-cü retro Merkuri və retro Veneradır. Bu il retro Veneramız da var. Retro Venera oktyabrın 3-ü başlayır, noyabrın 14-ü bitir. 3-cü retro Merkuri isə oktyabrın 24-ü başlayıb, noyabrın 13-ü bitir.
Və bunlar hər ikisi sizin 3-cü evinizə toxunacaqlar. Retro Venera həm də 4-cü evinizə də toxunacaq. Bu o deməkdir ki, siz sənədləşmə mövzularında hansı səhvlərə yol verə bilərsiniz bu müddət ərzində. Çox diqqətli olun. Və Retro Veneraya görə ola bilsin ki, məsələn, nəsə bir daşınmaz əmlak mövzularına da yenidən qayıdış edəsiniz. Bax belə, bu oldu sizin 2026-cı ilə proqnozunuz, əziz qızlar.